Xəbərdarlıq: Yollar bağlanır. Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bakı Marafonu 2025 ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Müraciətə görə sabah səhər 9-dan 16:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədi ilə yolların hərəkəti tam məhdudlaşdırılacağı qeyd olunub. Belə ki, Bayraq meydanından başlayaraq Dənizkənarı bulvarının inzibati ərazisi ilə Dəniz vağzalına dək, daha sonra Azadlıq meydanı, Neftçilər və 8 noyabr prospektləri ilə Ağşəhər bulvar yolu, eləcə də Ağşəhər dairəsi, yəni Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkının yanından keçərək Yusif Səfərov, Cəllov küçələrinin kəsişməsində Üzeyir Hacıbəyev küçəsi, Azadlıq prospekti, Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətlərində Bipheybət yolu ilə Su İdman Sarayının ətrafındakı bulvar ərazisi ilə Bakı Kristal zalının yanından Bayraq meydanına finiş nəzərdə tutulub. Həmçinin bildirilib ki, sözügedən yarışla bağlı təşkilati işlərin aparılması məqsədi ilə mayın 4-ü saat gecə 4-dən 16:00-dək Neftçilər prospektinin bir hissəsində, yəni Dəniz vağzalından Zəfər parkına qədər olan hissə, ara küçələr və qovşaqlardan həmin küçəyə çıxışların hərəkəti tam olaraq məhdudlaşdırılacaq.